bir nəfərin evinə gediblər Ərbəyində ziyarətə. Ərbəyin ziyarətinə gedəndə bir ərəb idi deyib, bizi apardı evinə ki, gəlin mənim çörəyimdən yiyin. Güclə, bəlayla yalvara. Gəldi, gördü ki, divara bir şəkil qoyub, tabutdur, içində də meyitdir. Amma belə şəkil qoymazlar evə. Bu nə tablodur, asıb ki. Dedi ki, bu nədir belə? Dedi ki, o tabutun içində olan mənəm. Mən bunu qoymuşam gözümün qabağında, yadımdan çıxmasın. Dastanı var, danışaram, yeməyinizi yiyin hələ. İmam Hüseyn zəvvarısız, yeməyinizi yiyin. Yedi deyir, bitirdi, yiyib bitirəndən sonra. Dedi, bunu danış bizə maraqlıdır. Deyir, mən çox pis adam idim. İndi də istəmirəm, yaxşı adamım, onda laf pis idim. Çox günahkar. Nə günahdır demirəm. Olan şey danışıram sizə bunu. Deyib, çox günahkar, pis adam idim. Ərbəyin vaxtı idi, mən cəmaat piyada ziyarətə gedirdim. Mən piyada ziyarət fikrində deyildim. Getdim öz əşirə deyirlərdi orada. Öz qəbiləmi məsələn. Qəbiləmin ziyarətinə. Götürdüm onların yanına. Yolum keçdi bu mokiblərdən, bu xeymələrdən. Xeymələrdən yolum keçəndə gəldim bir xeymədə çay içməyə. Hamı da məni tanıyırdı. Elə bir ki, bir adam məsələn, filan bir, məsələn, faizə pul verən, misal üçün deyirəm ha bunu. Ya filan bir haram yiyən, pis bir adam. Girdim ora söyləməyə deyir, orada cavan uşaq vardı o çadırda, o çadırın yiyəsinin elə bil oğlu idi. Mənə deyir ki, çıx bayra, çıx bura, biz buranın bunları ama. Ayıbdır, hörmətimiz, izzətimiz var, sənin burada nə işin var? Deyir, çox pis oldum, çox pis. Başı aşağı, çox xəcalət çəkdim mənə, cavan belə söz dedi. Ürəyim pis oldu deyir. Getmək istəyəndə ağsaqqal gəldi deyir, oğlunun səhvini düzəltdi ki, getmə, gəl bura, olmaz, getmə filan. Gördü ki, mən özümdə deyiləm, çox ağsaqqal adam idi. Mənə dedi ki, get 1-2 kilo qənd al, gətir bura. Mənə göndərdi, getdim. Göndərdi, getdim, qənd aldım. Deyir, gəlirdim qənd. Başqa mokibin yanından keçəndə adamlar özü gətirir axı etsən. Deyir, nəsə səhv elədi, elə başa düşdü ki, ona gətirmişəm, o biri çadırda olan. Deyir ki, bu gətir. Daha mən də ona demədim ki, o buruna. Deyir, heç nə, dedim, yaxşı. Verdim ona. İndi getdim deyir, yenə 2 kilogram qənd alım, 2 kilogram, yadımda da qalan bu. Gətirəm bu birisine, deyir, burada mənim halım dəyişdi, yıxıldım, əməlli başlı öldüm. Gördüm, ruhum bədənimdən çıxdı. Ruhum bədənimdən çıxdı, əzab mələkləri gəlib məni aparmağa. Hiss edirəm. Kliniki ölüm keçirdim, nə? Realdi görürəm bunu. Gəliblər məni aparmağa, özüm görürəm, bədənim yerdədir, yuxarıdan baxıram, cəmaat toplanıb. Bunlar da deyir, hazırdır, hədislərdə də var, hazırdır, artıq yaxınlaşıblar. Gördüm, qorxunç vəziyyətdə gəlirlər. Birdən gəldi bir nəfər nurani ağa, gəldi. Deyib, bunlar onu görən kimi dedilər, Əssalamu aleyke ya Abdullah. Mələklər verədir, bu əzab mələklər. Deyir, acıqlandı onlara. Dedi, siz bunu niyə təhdid edirsiniz? Dedilər, ağa filan əməllərin sahibidir. Dedi, görmürsünüz ki, mənim xeyməmə qonaq gəlib. Görmürsünüz, mənim çadırıma qonaq gəlib. Siz mənim qonağımla bu necə danışır, bu necə rəftar? Bu mənim qonağım. Deyir, onu deyəndə mələklər sakitləşdi. Mən nigaran baxıram, gördüm günahlarımı gətirirlər. Günahlarımı gətirirlər, İmam Hüseyn nə desə yaxşı. Dedi, gətirdiyi qəndin dənələri qədər savab yazır. Saydılar, hesabladılar, günahlarımı bir tərəzinin gözünə, qəndləri saydılar, qənd qədər savab gördülər, çatmır. Deyir, imam özü də gətirdi, bir qədər qənd qoydu, dedi, bunu da hesablayın. Hesablayın, mən deyir, yuxuda xoşhal, imam dedi, qayıt get, bu yolda ol. Qayıtdım, gəldim, deyir, ondan sonra mən divanı olmuşam Hüseynə. Mən ondan sonra deyir, da günüm Ərbəyin çadırlarının təşkilində keçir. Mən qazanıram ki, bura xərcliyim. Çünki gördüm ki, Hüseyn təkcə Allahdan bağışlanmaq almır, keçmişi dəyişə bilir. Mənim kimi adamı bu vəziyyətdə gətiribsə, bu xüsusi bir lütfüdür İmam Hüseynin. Adam Allaha həssas olduqca, yavaş-yavaş Allahın hüccətinə də həssas olur.